Salam uşaqlar, buraxılışımıza 23-cü sual tipindən bir sual düşə bilər. Y bərabər -500x funksiyasının qrafiki aşağıdakilərdən hansı ola bilər? Gəlin biraz qaydanı təkrarlayaq. Y bərabərdir a üstü x funksiyasının qrafiki. A iki cür hal ala bilərdi, iki cür halda qiymətlər ala bilərdi. Ya birdən böyükdür, ya da 0-dan 1 arasında yerləşir. Əgər a ifadəsinin cavabı birdən böyükdürsə, uşaqlar, onda belə bir funksiya qrafik olurdu. Bax, B bəndində olan kimi bu y bərabərdir a üstü x funksiyasının qrafikidir və a birdən böyükdür. Əgər a 0-dan 1 arasında yerləşərsə uşaqlar, dəli qaydamız, yəni ödəyərsə, 0-dan böyük, 1-dən kiçik olarsa, ifadənin cavabı C bəndi olacaq. Y oxunu kəsməlidir. Y bizdə uşaqlar heç bir şeyin qrafiki deyil. Bilirsiniz də, ya üslü funksiya qrafik olur, ya da bu loqaritmik funksiyanın qrafik olur. Loqaritmik funksiyanın qrafiki isə x oxunu kəsir. Burada A, B, C, D, Y versiyalarının heç birində loqaritmik funksiyanın qrafiki yoxdur. Çox vaxt onları qarışdırıb salırlar. Çünki A üstü x funksiyasının qrafiki ilə loqaritmik funksiyanın qrafikləri bir-birinin tərsi olduğu üçün qrafiklər bir-birinə çox bənzəyir. Daha doğrusu funksiyaların özləri tərs olduğu üçün funksiyanın qrafikləri çox qarışdırılır. 23-cü sualda A üstü x funksiyası haqqında məlumat verib sənə. Üstü funksiyanın uşaqlar qrafiki həmişə y oxunu kəsir və burada -500x funksiyasının qrafikini veribdir. Yəni normalda 500x funksiyasının qrafikini qurmalısan. Bax, B bəndində olan kimidir. Və bunu uşaqlar mənfiyə çevirib aşağı sürüşdürübdür. Bu funksiyanın tam olaraq aşağı versiyası olacaq cavab D bəndi. Belə bir sual uşaqlar buraxışımıza düşə bilər. Ehtiyatlı olaq, diqqətli olaq.